Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 3-cü sinif Azərbaycan dili iş dəftərindən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Pənahəli xan mətnindən seçilmiş cümlələri oxu. Nümunəyə uyğun olaraq hadisələrin keçmiş dövrə aid olduğuna əsaslandır. Nadir Şah onun arxasınca nə qədər atlı dəstələri göndərsə də Pənahəni tutmaq mümkün olmur. Və bunun izahını verir ki, əsaslandırır ki, qədim zamanlarda ölkə başçıları şah adlanırmış, keçmiş dövrdə at əsas nəqliyyat vasitəsi olub. İkinci cümləni biz oxuyuruq və əsaslandırırıq. Şəhərin ətrafında 2,5 kilometr uzunluqda olan müdafiə divarları tikilmişdir. Qalanın dairəvi bürcləri, mazğalları və 3 darvazası var idi. İkinci cümlədə nə dedi bizə? Şəhərin ətrafına 2,5 kilometr uzunluqda olan müdafiə divarları tikilmişdir. Qalanın dairəvi bürcləri, mazğalları və 3 darvazası var idi. Yəni indi biz bu fikri əsaslandıraq. Demək ki, buradan aydın olur ki, qala, bürc, mazğal qədim dövrə aiddir. Aiddir. Keçmiş zamanlarda yurdu qorumaq üçün onun ətrafına qala divarları çəkilərmiş. Ətrafına çəkilərmiş. Ətraf ərazilərə nəzarət etmək üçün qalada dairəvi bürclər tikilərmiş. Bürclər tikilərmiş. Qala divarlarındakı mazğallardan ox atmaq, ateş açmaq üçün istifadə olunarmış. Mazğallardan
ox atmaq, ateş açmaq üçün istifadə olunarmış. Necə oldu? Qala, bürc, mazğal qədim dövrə aiddir. Keçmiş zamanlarda yurdu qorumaq üçün onun ətrafına qala divarları çəkilərmiş, ətraf ərazilərə nəzarət etmək üçün qalada dairəvi bürclər tikilərmiş. Qala divarlarındakı mazğallardan ox atmaq, ateş açmaq üçün istifadə olunarmış. Növbəti tapşırığa baxaq. Pənahəli xan mətnindən aldığım məlumatlardan istifadə edərək xronologiya cədvəlini tamamla. Baxaq, Nadir Şah bir neçə Qarabağ tayfasını sürgün etdirir. Bu hadisə neçənci ildə baş vermişdir? Neçənci ildə sürgün etdirilmişdir? 1736-cı ildə. 1736. 1747-ci ildə hansı hadisə baş vermişdir? Mətni oxuyanda görürük ki, Nadir Şah vəfat etmişdir. Nadir Şah öldürülür. Nadir Şah öldürülür. (1751-ci ildə Pənahəli bəy özünü xan elan edir. Pənahəli bəy özünü xan elan edir. Pənahəli xan vəfat edir. Neçənci ildə? 1763-cü ildə. Davam edək. Hüseynqulu xan mətnindən götürdüyün qeydlər əsasında hadisələrin tarixini müəyyən et. Bu dinləmə mətnidir. Kanalımızda səsləndirmişik. Dinləmə mətnini dinlədikdən sonra tapşırığı yerinə yetirə bilərsiniz. Hüseynqulu xan Bakının qala qapısında Siyanovla görüşdü. Bu neçənci ildə baş verir? Siyanovla görüşür 1806-cı ildə. 1806. Rus ordusu Gəncə xanlığını işğal edir. Bu hadisə baş verir 1804-cü ildə. Qarabağ, Şəki xanlıqları Rus hakimiyyətinə tabe olur. Bu isə 1805-ci ildə olmuşdur. Növbəti tapşırığa baxaq. Azərbaycan Milli Tarix Muzeyində saxlanılan eksponatlar əsasında Qarabağ xanlığı haqqında hansı məlumatları əldə etmək olar? Baxırıq Qarabağ xanlığının bayrağına. Diqqət edirik. Görürük ki, bayrağın üzərində nə var? Qartal əks olunmuşdur. Qartal şəkli təsvir olunmuşdur. Qarabağ xanlığının özünə məxsus bayrağı olmuşdur. Qarabağ xanlığı özünə məxsus bayraq olmuşdur. Bayrağın üzərində qartal təsvir edilmişdir. Qartalın üzərində üzr istəyirəm, bayrağın üzərində qartal təsvir edilmişdir. Bayrağın üzərində
Qartal təsvir edilmişdir. Baxırıq, açar şəkli verilmişdir. Şuşa qalasının gümüş açarıdır. Məlumatı necə yaza bilərik? Şuşa qalasının darvazaları açarla bağlanırmış. Bu açarlar gümüşdən hazırlanırmış. Şuşa qalasının darvazaları açarla bağlanırmış. Bu açarlar gümüşdən hazırlanırmış. Davam edək. Növbəti B tapşırığına baxırıq. Qobustan qayalarının üzərindəki təsvirlər 10-12 min il bundan əvvəl öncəyə aiddir. Qədim insanlar haqqında verilmiş məlumatları təsdiq edən şəkilləri müəyyənləşdir, uyğun hərfləri dairəyə al. Şəkillərə diqqət edirik. A, B, C-də verilmiş şəkillərə və birinci cümləni oxuyaq. 1. Qayalarda gəmi təsvirləri vardır. Qədim insanlar gəmi vasitəsilə dənizə çıxırlarmış. Bu harda, hansı şəkildə əks olunubdur? Hansına aiddir? C-yə aiddir. Özləri işarə eləyibdir. Növbəti ikinciyə baxaq. Yallı rəqsini xatırladan təsvirlər onu göstərir ki, qədim insanlar kollektiv rəqs mərasimi təşkil edirdilər. Yallı rəqsi hansında əks olunmuşdur? A-da əks olunmuşdur. A. Qobustanda aşkar olmuş qavaldaş Azərbaycan musiqi mədəniyyətinin nə qədər qədim olduğunu sübut edir. Qavaldaş harada əks olunmuşdur? B-də. B-də. Qayaüstü təsvirlər rəssamlıq sənətinin qədim tarixini göstərir. Həm A-da, həm də C-də biz qayaüstü təsvirləri görürük. Uyğun olur A, C. Demək necə oldu? 1-ə uyğun oldu C, 2-ə uyğun oldu A, 3-ə uyğun oldu B, 4-ə uyğun oldu A və C. Növbəti C tapşırığına baxaq. Hansı şəxsi əşyaları gələcək üçün xatirə kimi saxlamaq istərdin? Bu artıq sizin müstəqil yazacağınız bir tapşırıqdır. Hər hansı bir şəxsi əşyanızı, çox sevdiyiniz bir əşyanızı gələcək üçün xatirə saxlamaq istəyirsinizmi? Bax, bu haqda bir neçə cümlədən ibarət bir mətn yaza bilərsiniz. Növbəti səhifədə, səhifə 24-də olan tapşırıqlara baxaq. İsimin halları. Biz bilirik ki, isimin 6 halı var. Adlı hal, yiyəlik hal, yönlük hal, təsirli hal, yerlik hal, çıxışlı hal. Və bizə ismin hallarını qeyd edib, sözlər verib. Uyğun olan sözləri biz cədvələ yazmalıyıq. Yuvada hansı haldadır? Yuvada sözü yerlik haldadır. Dadə yerlik halın şəkilçisidir. Qabağına qeyd edək. Yuvada. Növbəti sözə baxırıq. Qayçının ın, in, un, ün, yəlik halın şəkilçisidir. Qayçının. Küçəni təslik haldadır. Küçəni, ı, i, u, ü təslik halın şəkilçisidir. Yağışdan, dan-dən çıxışlıq halın şəkilçisidir. Yağışdan çıxışlıq halda olan sözdür. Sonra fincana, a, ə yönlük halın şəkilçisidir.
Fincana sözü yönlük halda olan sözdür. Fincana. Uşaq özləri verib adlıq haldadır. Dərədə, dadə, yerlik hansı şəkilsizdir. Dərədə olacaq yerlik halda olan söz. Dərədə. Suya yönlük haldadır. Suya, a, yönlük hansı şəkilsizdir. Su, suya yönlük halda olan sözdür. Açarın yerlik haldadır. Açarın. In, in, un, yerlik hansı şəkilsizdir. Açar, açarın. Həyətdə, həyətdə yerlik halda olan sözdür. Həyətdə. Sonra göyərçin, göyərçin, in, un, yerlik hansı şəkilsizdir. Göyərçin, yerlik halda olan sözdür. Balıkçı, balıkçı adlı halda olan sözdür. Balıkçı. Burada çı şəkilçisi bizi çaşdırmasın. Çı leksik şəkilçisidir. İsmin hal şəkilçisi ilə hər hansı bir əlaqəsi yoxdur. Gül, gülü. I, u, təsirli hansı şəkilçisidir. Gülü sözü təsirli halda olan sözdür. Şagirddən çıxışlıq halda olan sözdür. Şagirddən. Tortu, i, u, təsirli hansı şəkilsizdir. Tortu təsirli halda olan sözdür. Körpüyə yönlük halda olan sözdür. Körpüyə. Bakıdan çıxışlıq halda olan sözdür. Bakıdan. Məktəbin məktəbin yiyəlik halda olan sözdür. Məktəbin. Demək, yuvada olduğu yerlik halda, qayçının yerlik halda, küçəni təsirlik halda, yağışdan çıxışlıq halda, fincana yönlük halda, uşaq adlıq halda, adlıq halın hər hansı bir xüsusi şəkilçisi yoxdur. Dərədə yerlik halda, suya yönlük halda, açarın yerlik halda, həyətdə yerlik halda. Aha. Sonra göyərçin yönlük halda. Qeyd etmişik. Balıqçı adlıq halda, gülü təsirlik halda, şagirddən çıxışlıq halda, tortu təsirlik halda, körpüyə yönlük halda, Bakıdan olduğu çıxışlıq halda, məktəbin olduğu yerlik halda. Növbəti tapşırığa baxaq. Nöqtələrin yerinə isimlər əlavə etməklə cümlələri tamamla. Həmin sözlərin ismin hansı halda işləndiyini və sualını yaz. Birinci nümunə yazıb. Çəməndə çoxlu kəpənək var idi. Çəməndə hansı haldadır? Harada? Çəməndə. Çəməndə yerlik haldadır. Çünki dadə yerlik halın şəkilçisidir. Və sualı da harada olacaq. Harada? Çəməndə. İkinci cümləyə baxaq. Bacısı kitabxanaya getdi. Cümləni necə yaza bilərik? Ayanın bacısı kitabxanaya getdi. Ayanın hansı halda olacaq? Yiyəlik hal. Yiyəlik haldadır. Və sualı kimin olacaq? Kimin bacısı? Ayanın. Kimin? Növbəti cümləyə baxaq. Üçüncü cümləyə mükafat verildi. Kimə mükafat verildi? Məsəl üçün, Orxana mükafat verildi. A, hansı halın şəkilçisidir? Yönlük. Sualı nə olacaq? Kimə? Orxana.
Arif dünən qayıtdı. Arif dünən şəhərdən qayıtdı. Haradan qayıtdı? Şəhərdən qayıtdı. Çıxışlı haldadır. Sualı olacaq haradan? Haradan. Davam edək. Axtardığım tapdım. Axtardığım kitabı Axtardığım kitabı tapdım. Neyi tapdım? Kitabı. Neyi? Kitabı. Neyi? Təsrih halının sualıdır. Təsirlik. Dadlı idi. Meyvə dadlı idi. Nə dadlı idi? Meyvə. Halı nə olacaq? Adlıq. Davam edək. Göy rənglə verilmiş sözləri ismin uyğun halında işlətməklə cümləni tamamla. Göy hərflə verilmiş söz birincidə şeirdir, dəftərdir. İsmin uyğun halına uyğun olaraq artıraq. Günay təsrih halda işlətməliyik. Digər şeir sözünün təsrih halda, dəftər sözün yönlük halda. Günay şeiri dəftərə köçürdü. Növbəti ikinci cümləyə baxırıq. Göy rənglə verilmiş söz həyət və pişik sözlərdir. Birinci sözü yerlik halda, ikinci pişiyə sözünü yönlük halda işlətməliyik. Bilal həyət sözünü yerlik halda həyətdə dədi şəkilsi ahəng qanuna uyğun olaraq də artıra bilərik. Yönlük halda pişik olacaq pişiyə evcik düzəltdi. Bilal həyətdə pişiyə evcik düzəltdi. Sözlərimiz turist, şəhər, kənddir. Sürücü, turist sözünü təsrih halda, təsrih halının şəkilsi I, I, U, Ü'dür. Turisti, sürücü turisti şəhərdən kəndə apardı. Şəhərdən kəndə sözündə yönlük halda işlədək. Kəndə apardı. Şəhərdən kəndə apardı. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izah.